İlham Əliyev deyir, Azərbaycan demokratik islahatların inkişafına sadiqdir. Ölkə diktaturu altında ola-ola hakimiyyətimiz demokratiyadan danışır. Allah çox görməsin. Azərbaycanda azad qalan yeganə şey rüşvətxorluq və dövlət vəsaitlərinin talamasıdır. Demokratiyadan danışırlar, amma başa düşmürlər ki, demokratiya ölkədə talana və korrupsiyaya şərait yaratması deyil. Ümumiyyətlə, hakimiyyətimiz demokratiyanı Şimali Koreyada hökm sürən vəziyyəti kimi təsəvvür edir. İlham Əliyev öz həyat yoldaşını ölkənin birinci vitse-prezidenti təyin etdi. Mehriban Əliyevadan islahat gözlənənlərin nəzəri nə? Türkiyənin Fox TV kanalının yayımı ölkəmizdə dayandırıldı. Səbəb, İlham Əliyevin öz həyat yoldaşını birinci vitse-prezident təyin etməsinə Fox TV-nin ironik yanaşması olub. Alın, bu da sizə islahat. Ancaq islahatlar bununla bitmir. Real hərəkatının gənc üzvü Rahim Şalıyevin Sumqayıt polisinə hansı işgəncələrə məruz qaldığını da gördünüz. Heç kim özünü aldatmasın. Bunlar heç bir islahat haqda düşünmürlər. Bu ölkəyə islahatlar yalnız böyük xalq hərəkəti ilə gələcək. İlham Əliyev Super 1-ci Ledi Mehriban Əliyevanı qanuna zidd olaraq birinci vitse-prezident təyin etdikdən sonra görün necə inamlı dindarı həbs ediblər. Fevralın 24-də Əliyev rejimi 6 dindarı saxlayıb həbs etdirib. Buyurun, bu da Mehriban xanımın məhrəməti və vicdanı. Şübhəm yoxdur ki, bu mehribanlıq belə də davam edəcək. Son günlərdə Milli Məclisdə çıxışlar oldu ki, bir dəfəlik müharibə edək, erməniləri qırmalıyıq, torpaqlarımızı almalıyıq və s. Yaxşı, gedək müharibə edək, erməniləri öz dədə-baba torpaqlarımızdan qovaq. Bəs hanı məmurların, deputatların, oliqarxların övladları? Niyə yalnız kasıbın balası şəhid olur? Avam məmurlar müharibədən danışmaqdan əvvəl qoy bunu düşünsünlər. Azərbaycanda qadınların və kişilərin pensiya yaşı 65-ə çatdırılacaq. Bu sözsüzdür ki, ölkədə yanlış idarə sistemindən və əhalinin sərvəti olan qazın və neftin pullarının iqtidar tərəfindən oğurlanmasından irəli gəlir. Son zamanlarda İlham Əliyevin hakimiyyəti islahatlardan, yol xəritələrdən danışırdı. Buyurun, hörmətli əziz vətəndaşlar, məgəm buymuş bizə vəd edilən islahat. Belə şəriətəsiz hökumətə necə inanmaq olar? Müxtəlif bəhanələrlə pensiya verməkdən belə imtina etmək istəyirlər. Xalq buna dözməməli, öz sözünü deməli. Bəsdir artıq bizi dözümlü deyib hər gün aldadırlar. Ombudsman Elmira Süleymanova Milli Məclisdə illik məruza verib. Təsəvvür edin, Ombudsman aparatına daxil olan ərizələrin 67% götürülməyib. Çox maraqlıdır. Elmira xanım nə haqda hesabat verib? Hər gün həbs olunan müxalifətçi gənclərə, dindarlara verilən işgəncələr haqqında mı? Baş alıb gedən insan haqlarının tapdalanması haqqında mı? Polisin qanunsuz davranışı haqqında mı? Bu xanımın hər addımı saxta və sunidir və öz fəaliyyəti ilə ancaq və ancaq iqtidara, Əliyevlər ailəsinə xidmət göstərir. Bu, eyni zamanda həm də beynəlxalq arenada dövlətimizi rüsva edir. Bəs siz bilirsiniz ki, Azərbaycanda Ombudsman İnstitutu 15 ildir fəaliyyət göstərir. Bu quruma 15 ildir Elmira Süleymanova rəhbərlik edir. Heç bir normal demokratik ölkədə belə bir hal da ola bilməz.